Qubanın Çartəpə kəndində 32 ildən sonra təsirli görüş baş tutub. 1-ci Qarabağ müharibəsinin keçmiş döyüşçüləri Şərif Kərimov və Rövşən Şükürov illər sonra bir araya gəlib. Əslən Oğuz rayonunun Xaçmaz Qışlaq kəndindən olan və hazırda Balaxanı Neft Qaz Çıxarma İdarəsində işləyən Şərif Kərimov 1992-ci ildə onu xilas etmiş Qubalı döyüşçü Rövşən Şükürova axtarırdı. Döyüş yoldaşını tapmaq üçün Şərif Kərimov bizim mediaya müraciət etdi və bu təşəbbüs reallaşdı. Vallahi bunu demək, danışmaq asan deyil o qədər də. Başqa bir şeydir, tam fərqli bir duyğudur. Çünki biz hərbi hissədə olanda bir yerdə, biz yoldaşlıq orada o qədər də yoldaşlıq eləməmişik. Yəni səmimiyyət aramızda olmuyor o qədər də. Ona görə də mən o tapmaq çətin oldu. Mən sadəcə onun adını bilirdim. Yəni amma mənim ona qarşı göstərdiyim cüzi bir şeyə o mənim həyatımı qurtardı. Bəlkə də o heç onu fikirləşmədi. Bəlkə də o elə sadəcə mən olduğum, əskər olduğum üçün. Xatırlayırsınızmı o necə xilas eləmisiniz? Xatırlayırsan, saat və saat, dəqiqə bə dəqiqə. Ağır döyüş idi. Birdən gördüm Şərif orada. Qardaş ağır da yaralanmışdı. Onu çıxarmaq da çətin idi. Özü indi nə qədər dağdan sürtə-sürtə çəkdi. İndi həm silahlar, həm vallahi bu qardaş indi deyir. Əslində indi olsaydı, mən Rövşənə həmin an yalvarardım ki, məni buradan qurtar. Yəni indi o hissi əminəm ki, deyərdim. Amma o vaxtı, həmin vaxtı ki, mənim də 18 yaşım var idi, Rövşənin də 19 yaşı var deyəm. Mən Rövşənə hətta üstünə də qışqırırdım ki, qoy get məni. Çünki bizdən başqa heç kim orada qalmamışdı. Çıxarmaq çətin idi. O məni buraxmadı. Çıxarmaq çətin idi deyə deyildi ki, çəkil, get. Dedim mənə yox, hara çıxdıq bir yerdə çıxacaq. Çıxmasa çıxaracağım da. Axır çətin olsa, Allah kömək. Yerdə mən olmazsam, mən elə belə deyil kimi icraçı Allah köməkliyinə, Allah saxladı, Allah yol açdı, mən də köməklik elədim. Mən onu tapa bilmirdim, özümə də borc bilirdim. Sağ olun icra kimi bütün strukturlar, siz də sağ olun ki, bu işdə böyük zəhmətimiz var. Bizi belə qovuşdurdunuz, bizi iki dost yox, iki qardaşı, iki sirdaşı, elə bu böyük bir savab, ən savab işlərdən biridir. Bütün icra strukturlarına, bütün zəhmət olan şəxslərə böyük təşəkkürümüzü bildiririk. Allah sizi canınızı sağ olasın, siz bu işləri işıqlandırırsınız. Görüş zamanı keçmiş döyüşçülər döyüş xatirələrini bölüşüb, həyat hekayələrini danışıblar. Rövşənin Fərrux dağında döş qəfəsindən ağır yaralanan Şərifi sürüyə gətirməsi və onun sağ qalması mövzusu danışılıb. Hər iki hərbiçinin ailəsi də bir-birləri ilə tanış olub və uzun-uzadı söhbət ediblər. Görüş həm də Rövşən Şükürov üçün böyük təsəlli olub. Həyat yoldaşı Vüsalənin qəfil vəfatından sonra belə görüş onu ruhən gücləndirib və üzünü güldürüb. Görüşə qatılan Quba İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Asəf Şirinovun sözlərinə görə 1-ci Qarabağ müharibəsinin acılarını yaşamış iki döyüşçünü qovuşturmaq onlara da xoş olub. Canla başla bu müraciətə qarşılıq verdik. Düzdür, birinci dəfədir bizim belə bir hadisə ilə rastlaşdıq ki, 32 ildən sonra iki döyüş yoldaşını bir-birinə qovuşturduq. Onlar 32 ildir bir-birini görmürdülər. Yəni gəldik, qovuşduq. Özümüz də sevindik. Bir-birinə qovuşan bu iki döyüş yoldaşına təşəkkür edirəm ki, bizim Qarabağımız uğrunda canlarından, qanlarından keçiblər. Allah bizim ordumuzu qorusun. 32 ildən sonra qəhrəman döyüşçülərin bu görüşü həm xatirələrə hörməti, həm də dostluğun əbədiliyini göstərir. Aytəkin Alxaslı, Pərviz Allahverdiyev, bizim media Şimal Bürosu.